Hava bugün biraz bulutludu, evin içi karanlıktı ve böyle olduğu halda adamın çok da nastroyenyası olmur. Razısınız kızlar, mənim də gedək heç olmazsa çay hazırlayaq. Herkese salam, kanalıma hoş gelmişsiniz. Bu krujkanı mən ilk YouTuberliyə başlayanda almışdım. Hava bayırda babat küləklidir, amma biz bugün Rəfiqimlə görüşəcəyik. Əvvəl qəşəng isti, qaynar çay için bu şirniyyatlarına, sonra isə başlayayım yavaş-yavaş hazırlaşmağa. Звуки и оформляли развод, с ней все в порядке. Примерно из этого мы исходим. Bunu sınamaq mənə çox maraqlıdır. Bir modellik epi almışam, içində belə bananlar. Çox tatlıdır qızlar. Mütləq sınayın. Siz nə qədər desək ki, mənim paltarım çoxdur. Baxın, hamısı bu şkafın içində sığışır. Deməli belə. Bu donu geyinəcəm, cins. Altından isə bunu. Amma giyməmişdən əvvəl gəlin makiyaj eləyək. İlk dəfə istəyirəm bu Misha'nın kuşonu istifadə eləyək. Heç sınamamışam, alandan sonra prosta zapasa qoymuşdum. Bu böyük paletlər var, həm Mislinin var, həm Revolution'un, 4 dənədir məndə. Instagram'ın və YouTube'un kontenti eyni olanda vloglar maraqsız olur. Bunu çox gözəl başa düşürəm. Ona görə bu paletlərini istəyirəm Instagram üçün kreativ və maraqlı, abartılı makiyajlar eləyəm. Yoxsa bu qədər pullar verib mən bunları niyə almışam? Bugün istəyirəm Zoeva'nın bu paleti istifadə eləyək. Məhsullarım çoxdur, amma bu highlighter dəhşətli bir şeydir. Hətta cin kimi də istifadə eləmək olar. Xəbərlərə baxıram, adam baxmaq istəmir həqiqətən. Bura partlayır, ora partlayır. Manifest eləyək ki, salamatçılıq olsun. Bu aralar bir neçə tonalini bitirmişəm, ona görə bunu başlaya bilərik. Əvvəl istəyirdim Instagramda paylaşım. Upakovkası çox gözəldir. Görürsən bu hansı nömrədir? 21. Adətən 21 mənə biraz tünd olur. Bunu özünü harasa götürməyə süperdir, çünki sponjika ehtiyac yoxdur. Rəng olaraq isə məncə birazca mənə tündür. Sadəcə rəylərdə hamı yazırdı ki, tonalinalardan fərqli olaraq kuşonlar bir ton daha açıq olurlar. Ona görə 21'i götürdüm. Bu da nəticə mənim xoşuma gəldi. Faberlic'in pudrayına sabitləyək. Bu vlog qızlar 2 gündən ibarət olacaq. Martın 7'si və 8'i. Fərqi yoxdur. Tünd oxlar eləmək istəyirəm, yoxsa yüngül vari. Son zamanlar yalnız bu skoçdan istifadə edirəm. Super bir makiyaj alınır. Həm də ki, qızlar alınmamağı qeyri-mümkündür. Genetik olaraq gözaltı karalarım o qədər də çox deyil. Ona görə konsileri hər zaman yüngül vari istifadə edirəm. Məndə Flormar markasına aiddir. Mən onu yadınıza gəlirsə Trendyoldan almışdım. Duş olaraq isə hal-hazırda 2 dənə duşdan istifadə edirəm. Biri Faberlic, o birisi isə Relouis. Highlighter tətbiq edirəm və salam. Öz vlogumu izləyirəm. Öz köhnə vlogları izləmək həqiqətən çox sevirəm. Sanki keçmişə qayıdıram. Uşaqlıq vaxtında mən gündəlik yazırdım. İçindəki problemləri və s. Sonra öyrəndim ki, mənim qardaşım akazıvıcı o gündəlik oxuyurdu və mənə gülürdü. Ondan sonra yazmamağa qərar aldım. Bəzən deyirlər ki, şəkilləri silmə, bu telefondan o telefona at, qalsın yadigar. Mən isə hər şeyini silirəm, çünki YouTube'da mənim həyatımın arxivi onsuz da var. Həyatımın hər bir məqama dönüb baxa bilərəm. Video formatında üzdəki. Əsas buna görə YouTuberliyi çox sevirəm. Təbii ki, gələcəyini bilmək olmaz, amma mənə elə gəlir ki, mən 80-90 yaşında da sizin üçün vlogları çəkəcəm. Baxan oldu, olmadı. Mən isə çəkəcəm. Buraları bu vəziyyətdə qoyub çıxıram evdən. Düzdür, video yaxşı baxış sayı yığdı, amma nə qədər insan mənim dırnaqlarımı şit abartılı hələ də bəyənmir. 6-cı gündür. Xaçapuri yeməyə gəlmişik. O kadar insan var burada. Güclü bir stol tapmışıq. Göstərir ki, stolun üstündəkiləri
yığışdırsınlar. Ama da evdə çox dadlı hazırlayır. Burada migrel haçipuri var, suluguni pendirlə. Bunu mən çox sevirəm həqiqətən. Məkanda da o qədər insan var çünki yeməkləri dəhşət dadlıdır bunların. Bu işıq nə belə miqat eləyir, mən həqiqətən bilməm. Baxın, qaynar. Mamanın haçipuriyə çata bilməz təbii ki bu, amma yenə də çox dadlıdır. Yacıqa da demişəm, getirsinlər yeyək. Əsas burada acıqadır. Acıqasız dadlı deyil. Sabah 8 Mart'da və birdən revizdən keçəcək məni təbrik eləmək. Bunun üçün sadəcə bir parmaq toxunuşu kifayətdir. Kanalıma abunə olursunuz və ən böyük hədiyyə elə budur. Hal-hazırda girdim, baxdım, 240.000 izləyicim var. 241 olsa pis olmaz. Videoda bilinmir. Görürəm ki, koftam bütöv olaraq tiftilənib. Evdə lokumu tam olaraq göstərə bilmədim sizə. Gəlin belə göstərim. Yerimizi dəyişdik, fikirləşdik ki, çay içməyə Kolorita gələr. Bu məkanı ümumiyyətlə mən çox sevirəm qızlar. Tez-tez bura gəlirəm. Həm insanlar azdır, həm də ki, biraz sakitçilikdir. Necə də gözəl bu işıqda mənim dırnaqlarım parıldayır. Haçipuri yediyimiz məkanda həqiqətən yeməklər çox dadlı idi. Sadəcə insanlar dəhşət çox idi və balaca uşaqlarına da gəlmişlər bəzi insanlar. Uşaqlar elə zalın içində buradan ora qaçırdılar, oradan bura qışqırırdılar, əylənirdilər. Səsini uca götürə bilmirəm mən. Bu xasiyyətimdə görəsən mən necə nənə olacağam. Cavan yaşlarda uca beləyəm. Sabah qızlar 8 Mart'dır. Çox güman ki, bu vlogu sabah da çəkəcəm. Sonra bitirəcəm. Sizi təbrik eləmək istəyirəm. Bizim günümüzdə qadınların günüdür. Mənim kütləmində əksəriyyəti qadınlardır. Ona görə sizə can sağlığı arzulayıram. Qadın xoşbəxtliyi və çoxlu pul. Dedim ki, gələrəm evə, qəşəng uzanaram. Yadıma düşdü ki, mən buranı bu vəziyyətdə qoyub getmişəm. Amma eybi yoxdur. Qaqras bir dənə video çəkərəm Instagram üçün. Bu Mislinin Fixing Spray'in bir damcısı qalıb. Baxın. Hələ ki bitməyib, video çəkmək istəyirəm, müqayisə videosu. NYX burada zapasda olmalıdır. Mislin bitməmiş, bu videonu çəkməliyəm. Makiyajı bir balaca yenilədim, koftamı çıxartdım və müqayisə videonu çəkdim. Çox güman ki, siz onu artıq mənim Instagramımda görmüsünüz. Rəylərdə hamı məndən istəyir ki, mən hər gün vlog çəkeyim. Çətin olsa da hər gün bunu eləmək olar. Amma qızlar, bir problem var. Elə olduğu halda Instagrama diqqət yetirə bilmirəm. Həmişə deyirəm ki, mən YouTuberəm və əsas mənim üçün YouTube'dur, amma yenə də Instagramı da boş buraxmaq istəmirəm. İstəyirəm orada da kütləm olsun. Vaxtında orada da videolar paylaşmaq istəyirəm. Gün boyu həyatımda olan ən maraqlı məqamı mən vloqa salanda Instagram üçün heç nə qalmır. Ona görə nəsə söz verməyə qorxuram sizə. Yalnız bir şey deyə bilərəm, çalışacağam mümkün qədər çox sizin üçün video buraxım. Televizora baxa-baxa, daha doğrusu YouTube'a mən yatıram belə baduşkanı qoyub. Burada Twix-də mənimlə birlikdə. Can mamanın ürəyi. Növbəti gündən qızlar, salam. Mən burada 3 bacı dolması eləmək istəyirəm. Daha doğrusu eləməyə uca başlamışam. Qaldı bunları doldurmaq. Gəlin bir yerdə eləyək bunu. Bizim mətbəxə aid yeməklərin arasında ən sevdiyim yeməkdir 3 bacı dolması. Bu dəfə mama məndən xəbərsiz ətin içinə sevmədiyim göyərtiləri əlavə eləyib. Mənim zövqümcə o qədər də dadlı alınmayıb, iminə buna görə. Uşaqlıqda çox mızmıza uşaq olmuşam. Soğanı görən kimi yeməkdən imtina eləyirdim. Mama da həmişə deyirdi ki, mən də uşaqlıqda belə olmuşam. Böyüyəndən sonra soğanı sevdim və onsuz bir yemək belə təsəvvür edə bilmirəm. Mən də böyüdüm, amma xasiyyət dəyişilməz qaldı. Və maraqlısı odur ki, soğanın dadını mən bəyənirəm, amma gərək görməyim. Özüm yemək hazırlayanda blenderına xırdalayıram, lap püre kimi olsun. Amma mama çox vaxt yüngülvari doğrayır və sonra görürəm ki, yeməyin içində soğan var. Bəzi yeməkləri isə ümumiyyətlə soğansız hazırlayıram, mama isə sonra dadını bəyənmir. Burada 2 dənə badımcan qaldı, onları da qızardıb yedim. Bayramlar gələndə bu süfrənin səriri o qədər gözəldir. Elə özümüz olacaq onsuz da, amma yenə də biraz bəzətmək istədim süfrəni. Bir də ki, axşam mənim hədiyyəm gələcək. Bilirəm nədirsə, səbirsizlənirəm.
Nə yalan deyim qızlar, bir nəfər var, qabağına konkret məqsəd qoyub ki, bu yayda bizim yeznəmiz olacaq. 51 tülpan. Mənim vision board videosunu izləyib, orada görüb ki, advent kalendar var və mən dedi ki, hansını istəyirsən at mənə, mən də sənə alam. Mən deməliydim, yox, ehtiyac yoxdur, lazım deyil. Amma elə eləmədim, atdım. Bu qızlar Mamiçkanın ən sevdiyi tortudur. Mən isə bunu heç xoşlamıram. Çünki aşırı dərəcədə şirindir. Amma azan tortudur. Mən azan tortları həqiqətən çox sevirəm. Düz deyirdilər, vision boardu mütləq hazırlamaq lazımdır. Çünki hazırlayarkən birinci növbədə arzuları belə hər gün görürsünüz. İkincisi isə möcüzə ilə sizin hər bir arzunuz bir-bir gerçəkləşməyə başlayır. Bu isə advent kalendardır vision boardumdan. Ona görə nə yalan deyim, bunun içində nə varsa konkret mən bilirəm. Gəlin birlikdə açaq. Bantikı necə açacağımsa bilmirəm, ona görə gəlin kəsək. Bu deməli Şıqramın təzə advent kalendarı. Daha doğrusu bu tam advent deyil, amma belə bir setdə. Burada əsas highlighter'a görə bunu istəyirdim. Çünki bunun içində ördək highlighter'ı var. Deməli birinci siyirmə belə açılır. Xarici blogerlərdə görmüşəm. Bizim blogerlərin arasında hələ ki heç kimdə yoxdur. Fikirləşdim, mən birinci olmalıyam. Bu 4 dənə pomadalardır. Özü ki krem pomadalar. Əsas bilirsiniz nəyə görə qorxurdum? Qorxurdum ki, bu pomadalar mat olar. Belə. Bunları göstərə ümid edirəm ki, divanını korlamaram. Səhv eləmirəmsə biri tünd rəng olmalıdır. Hələ kakras budur. İndi dodaqda tətbiq edəndən sonra daha aydın görə bilərik. Növbəti günlərdə mütləq makiyajlayacağam mən bu səhvlə. Əvvəllər nədənsə təzə kosmetik vasitələri alanda qıymırdım. İndi isə əksinə təzə nəsə gələndə mənə sразу başlayıram istifadə eləməyə. 2 dənəsi qalıb, gəlin buna da baxaq. Bu deyəsən şəffafdır. Hə, qakrasdır ki, şəffaf budur. Videoda bilinmir, amma içində xırda zərlər var. Çox gözəl. Videoda isə adi vazelin kimi görünür. Şıqlandan heç nə olmayıb, amma həmişə istəmişəm. Hələ dəhşət gözəl qoxusu da var. 4-cü rəngi də burada, belə pink fasondur. Bir sözlə qızlar, belə. Deməli, birinci sirmə ilə biz qutardıq və birinci sirmədə 4 dənə belə maraqlı və fərqli pomada. Keçirin növbəti sirməyə. Elə bildim 3 dənə sirmədir, yox. 2 dənə imiş. Bunları güya ki, prişiklərin üstünə yapışdırırsınız. Sınayacağım mütləq. Ən əsas. Ördək highlighter heç görmüsünüz. Mən də heç vaxt görməmişəm. Görən kimi vuruldum. Elə gözəl parıltısı var, cən kimi də istifadə eləmək mümkündür. Əsas nə yalan deyim, bu ördəyə görə istədim. Mən bunu çox gözəldir. Ümumiyyətlə, burada məhsullar hamısı çox maraqlıdır və fərqlidir. Misal üçün, bu güya ki sabundur. Amma içində belə bir ənlik var. Düzgün prosto plonkasını çıxartmaq lazımdır. Belə baxanda rəngsizdir, düzdürmü? Amma ələ tətbiq edən kimi rəngi gəlir. Rəngi aydın olsun deyə biraz gözləmək lazımdır. Əlimdə hiss olunur. Bu setdə əsas nəyi bəyəndim? Burada çox fərqli məhsullar seçilib. Upakovkası dəmirdir, bu da paletdir. Güzəlli rəngləri dəhşət sevirəm. Birdən baxın necə gözəl parıldayır. Bu rəngini swatch edək. Çox gözəl parıldayır. Baxaq. Belə. Yalnız bu korobkadan nəyisə çıxartmaq qəlizdir. Bu isə köpük formada üz bazasıdır. Baxın belə, maraqlı. Deməli, korobkanın içində çıxanlar bunlardır. Mən уже baxmışdım və bilirdim nələr çıxacaqsa. Mən çox bəyəndim. Siz isə öz fikrinizi mütləq rey bölməsində yazın.
Əsası isə palet möhtəşəmdir. Rənglərin pigmentasiyası dəhşət gözəldir. Bu tünd rənglə mən qaşımı dolduracağam. Qalanlar isə makiyaj üçün, göz makiyajı üçün istifadə olunacaq sadə kölgə kimi. Buna həqiqətən söz ola bilməz. Kolleksiyama ördək, xoş gəlmisən. Doyunca qızlar videolar çəkdim. Burada 51 tülpan var. Çox gözəldir həqiqətən. Heç vaxt həyatımda tülpan mənə verilməyib. Bu mənim üçün bir ilkdir. Çox sevdim bu gülləri. Çox incə və zərif görsənir. Əsl 8 martlıq. Daha uzun müddət bu buket qalsın deyə istəyirəm açım və normal suya qoyum. Evdə normal vaza da yoxdur. Bravodan almaq istəyirdim. Bu güllər üçün ideal olardı, amma gördüm ki, Temuda daha münasibdir. Çox güman ki, Temudan sifariş edəcəm. Baxın qızlar, söhbət bu vazadan gedir. Tam bunu istəyirəm məndə. İstədiyiniz ölçü var. Ən bahasının qiyməti 18 manatdır. Çox məncə estetik və gözəl görünür. Eminəm bu formada istəyirəm, sifariş edəcəm. Növbəti dəfələr üçün. Bunları isə hər görəndə ürəyim gedir. Reylərdən nəticə çıxardıram ki, sizə çox mənim şəxsiyyətim maraqlıdır. Və bu tam normaldır düşünürəm, çünki biz sizinlə demək olar ki, bir ailə kimi olmuşuq. Yenə də həmişə dediyim sözlər deyəcəm. Subay xanımam və kimsə mənə gül vermək və yaxud hədiyyə vermək tam normal bir şeydir. Hal-hazırda seçim mərhələsindəyəm. Ailə həyata özümü hazır hiss edirəm. İllərdə bir-birini tanımaq, sevgili mərhələləri və s. mənlik deyil. Əgər xasiyyətlərimiz tutursa və eyni tərəfə baxırıqsa, evlənməyə şans verərəm. Bazamız tam olaraq doldu. Belə. Amma baxın, bu qədər qalıb. Əslində bunların 31 dənəsi də elə mükəmməl buket mənə elə gəlir. Baxın, burada nə qədər var. Belə də qəşəngdir. Çox bəyəndim bu gülləri və mənə maraqlıdır nə qədər müddət bunlar məndə qalacaq. Bu gülləri əlində tutanda elə gözəl fresh bir qoxusu gəlir. Çox bəyəndim. Bir də ki görürəm ki, bəziləri reylərdə yazırlar ki, öz-özünə gülləri alır və qəsdən paylaşır. Bəlkə də həqiqətən kimsə belə eləyir. Mən şəxsən öz ətrafımda heç vaxt belə bir şey görməmişəm. İndi təbii ki, inanan inanacaq, inanmayan inanmayacaq. Amma məni realda tanıyan insanlar bilər ki, mən belə risovkalıqlar xoşlamıram. Bugünlük isə bu qədər. Çox sağ olun ki, bu vlogu axıra qədər izlədiniz. Əgər bəyənmisinizsə mütləq like düyməsinə basın. Bakalım.